Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala imamel mursalin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'du. Esselamu aleyküm ve rahmetullahi ve berekat. İbnül Qayyim rahimehullah hələ də sədaqə onun fəzilətindən, onun insanın həm dünyasına, həm də axirətinə verdiyi faydasından danışır. Sonra İbn Qayyim rahimehullah sahabə Abdurrahman ibn Avf radiyallahu anhudan bir rivayət nəql edir. Bilirsiniz, Abdurrahman ibn Avf radiyallahu anh böyük sahabə idi və həmçində böyük bir tacir idi. İbn Qayyim deyir ki, əsərdə varid olub ki, günlərin bir günü Abdurrahman ibn Avf radiyallahu anhu Kəbəni tavaf edirdi və tavaf əsnasında yalnız və yalnız bu duanı deyirdi, bu duanı təkrarlayırdı. Bilirsiniz ki, müstəhəbdir. Kəbəni təvaf etdiyiniz zaman istədiyiniz duanı, istədiyiniz zikri, istədiyiniz sayda söyləmək icazəlidir. Və Abdurrahman ibn Avf radiyallahu anhu Kəbəni təvaf etdiyi zaman yalnız və yalnız bu duanı deyərdi. Deyərdi ki, Rabbi qini şuhhə nəfsi, Rabbi qini şuhhə nəfsi, ey Rəbbim, məni nəfsimin şuhhundan qoru, məni nəfsimin şuhhundan xilas et. Şuh nədir? Biraz sonra izah edəcəyik. Və bütün təvaf əsnasında yalnız bu duanı etməsi qıraqdan bir nəfərin marağını çəkir və ona görə də Abdurrahman ibn Avf radiyallahu anh'a yaxınlaşaraq deyir ki, Əmə təd'u bi qeyri həzi da'və, sən bu duadan başqa bir dua bilmirsən, bəlkə bir başqa dua da edəsən. Abdurrahman ibn Avf radiyallahu anhu cavabında ona deyir ki, İzə vuqitu şuhhə nəfsi fəqad əfləhtu. Əgər mən nəfsimin şuhhundan qurtulsam, demək ki, nicat tapmışam artıq. Demək ki, nicat tapmışam. Və burada sahabənin dərin bir fiqhə sahib olduğunu göstərir. Çünki sahabələrin xüsusiyyətindən idir ki, onlar hikmət sahibləri idi, fiqh və yüksək əqil sahibləri idi. Onlar həmişə, əksər sahabələr Allah subhanahu wa ta'alədən elə bir xeyri istəyirdilər ki, o xeyir insan onu hasil etsə, o xeyir arxasınca bir çox xeyirlər gətirəcək. Ona görə Allahdan həmişə bu cür xeyirlər, yəni başqa bir xeyirləri də özündə cəm edən xeyri istəyirlər həmişə sahabələr radiyallahu anhum əcməin. Həmçinin sahabələrin xüsusiyyətindən idir ki, elə bir şərdən Allaha sığınırlar ki, Allahdan onları elə bir şərdən uzaq tutmalarını istəyirlər ki, əgər insan o şərdən qurtulsa, demək ki, bütün şərlərdən qurtulmuş olarlar. Necə ki, burada. Çünki şuhun nə olduğunu bildikdən sonra onun nə kimi pis xüsusiyyət və nə kimi digər pis xüsusiyyətlərə apardığını bildikdən sonra bunu anlamış olacaqsınız. Həmçinin nümunə olaraq Ömər bin Xattab radiyallahu anhu da misal çəkmək olar. Ömər bin Xattab radiyallahu anhu həmişə bir dənə duanı, daha çox bir duanı edərdi. Allah subhanahu wa ta'alədən həmişə hikmət istəyərdi. Həmişə Allahdan istəyərdi ki, ya Rabbi mənə hikmət ver, ya Rabbi mənə hikmət ver. Və bu hər dəfə qıraq tərəfdən birinin nəzərinə çarpır və ona görə də Ömər bin Xattab radiyallahu anhudan soruşur ki, mən hər zaman səni bu duanı etdiyini görürəm ki, ancaq Allahdan hikmət istəyirsən. Ömər bin Xattab radiyallahu anh deyir ki, məgər sən Allah subhanahu wa ta'alənin bu haqda olan ayəsini eşitməmsən. Allah azze və cəllə buyurur ki, وَمَنْ يُعْتَ الْحِكْمَةَ فَقَدْ اُوْتِيَ خَيْرًا كَثِيرًا. Əgər kimə hikmət verilərsə, elə bir ki, ona bir çox xeyirlər də verilib. Kimə hikmət verilərsə, ona bir çox xeyirlər də verilər. Deməli ki, Ömər bin Xattab radiyallahu anhunun məqsədi ilə təkcə hikmət deyildi, o hikmətin arxasınca gələn digər xeyirlər idi. Deməli, var şuh, var da paxıllıq. Və təbii ki, Adəm övladında görülməsi mümkün olan ən pis xüsusiyyətlərdən biridir bu. Hansı ki, Adəm övladında hörmətdən salan, Adəm övladını həm məxluqatın gözündə, həm də Xaliqin gözündən salan xüsusiyyətlərdən biridir bu. Həm paxıllıq, həm də şuh.
Şuh nədir? İndi izah edəcəm və bunların arasında fərq var. Şuh nədir qardaşlar? Şuh bir şeyə qarşı şiddətli hərislik göstərmək, onu təkidlə istəmək, əldə etmək üçün hər cür vasitəyə əl atmaq və nəfsin ona qarşı acıgöz olmasına deyilir. Şuh, yəni bir şeyə həris olmaq, nə cür olmaq? Acıgözcəsinə həris olmaq. Şuh buna deyirlər. Yəni mala, mülkə qarşı olan məhəbbətin adıdır. Yəni insanın Allaha qarşı olan məhəbbəti var, insanın zövcəyə qarşı olan məhəbbəti var, övlada, dünyaya, vətənə və s. və ilaxır hərəsinin də özünün adı var. İnsanın mala qarşı olan məhəbbətinin də adı nədir? Şuhdur və bu məzəmmətlənən məhəbbətin, istəyin növlərindəndir. Çünki bir şeyə qarşı həris olmaq nə cür acıgözcəsinə həris olmaqdır və bunun paxıllıqla arasında fərq var. Yaxşı. Fərqi bilmək üçün o zaman paxıllığın nə olduğunu biz bilməliyik. Paxıllıq nədir qardaşlar? Paxıllıq bir şeyi əldə etməkdən sonra, onu sədəqə olaraq verməkdən imtina etmək, malı sevmək və onu özündə saxlayıb heç kimlə paylaşmamaq. Paxıllıq budur. Bu çox məzəmmətlənən, insanın məxluqatın gözündən və ondan da qabaq Xaliqin gözündən salan bir şeydir. Ona görə də paxıl insan, belə bir adam malı əldə etməzdən əvvəl acıgöz, şuhlu birisi sayılır, acıgöz sayılır. Əldə etdikdən sonra isə də paxıl sayılır. Deməli, paxıllıqla şuhun arasını bağlayan nə var? Paxıllıq şuhun, yəni o acıgözlüyün, mala qarşı olan o hərisliyin nə idi? Səmərəsidir. İnsan acıgözcəsinə mala həris olması onu nəyə dəvət eləyir? Onu çağırır paxıl olmağa. Ona görə İbn Qeym deyir ki, fəl-buxlu səməratu şuhhi. Paxıllıq şuhun səmərəsidir. Və şuhhu yəd'u iləl-buxli. Paxıllıq isə nəyə çağırır, nəyə dəvət eləyir? Paxıllığa çağırır. Şuh paxıllığa dəvət edir, paxıllığa çağırır, insanı paxıl olmağa dəvət edir. Şuh özü bir xüsusiyyətdir, mala qarşı olan hərislik, məhəbbətdir və bu insanın nəfsində, daxilində yerləşən bir şeydir. Fəmən bəxələ fəqad ata'a şuhhəhu. İbn Qeym rahimehullah deyir ki, kim paxıldısa, paxıllıq eləyirsə, o nə edib? Şuhhuna, həmin o məzəmmətlənmiş o xüsusiyyəti ki var, ona itaət edib artıq. Paxıl olan şuhhuna, o acıgözlüyünə itaət edib. Və mən ləm yəbxul fəqad asa şuhhəhu. Paxıl olmayan da şuhhuna, yəni o acıgözlüyünə artıq nə edib? Asi olub və onun şərrindən də qorunub. Məsələ buna görə də İbn Qeym rahimehullah deyir ki, uca Allah bu pis xüsusiyyət haqqında Qurani Kərimdə ona yer ayırıb, onun necə pis bir şey olduğunu bizə bildirmək üçün kimdə varsa o insan onun səbəbilə Xaliqin gözündən düşdüyü kimi məxluqatın da gözündən düşür. Məhz buna görə də Allah Subhanahu va Taala Qurani Kərimdə bu pis xüsusiyyətdən insanı çəkindirib və buyurub ki: "Və men yuqa şuhha nefsihi fəulaika humul muflihun." Kim nəfsinin şuhhundan, o acıgözlüyündən, o tamahkarlığından, mala, mülkə qarşı olan hərisliyindən qurtularsa, fəulaika humul muflihun. Onlar nicat tapanlardılar. Sonra rahimehullah buyurur ki, səxavətli insan Allaha, diqqət edin, həqiqətən də rahimehullah, Allah onun qəbrini nurla doldursun, İbn Qeym rahimehullah, üzünü ağ eləsin və qiyamət günü onu Allah yolunda olan mücahidlərdən, Allah yolunda savaşanlardan qərar versin Allah Subhanahu taala. Amin. İbn Qeym buyurur ki, səxavətli insan Allaha, onun qullarına, öz ailəsinə və cənnətə yaxındır, cəhənnəmdən isə uzaqdır. Həqiqətən də elədir. Yəni səxavətli insanı hamı sevir. Allah Subhanahu taala sevir. Allahın qulları da sevir. İnsanın ailəsi də onu sevir. Və o
cənnətə ən yaxın adamdır o. Cənnətə girməyə layiq olan ən yaxın adamdır və cəhənnəmdən də ən uzaq olan adamdır. İndi baxın. Paxıl isə Allahdan, qullarından, cənnətdən uzaq, cəhənnəmə isə yaxındır. Bir insanın səxavətli olması, diqqət edin, görün nə deyir. Bir insanın səxavətli olması, onu hətta düşmənlərinə sevdirdiyi halda, onun xəsisliyi öz övladlarına belə onu nifrət elətdirir, nifrət etdirir. Həqiqətən elədir. Paxıl insanı heç kəs sevməz. Paxıl insanı Allah da sevmir, qulları da sevmir. Paxıl insan cənnətdən uzaq, cəhənnəmə yaxındır. Və ona görə də elm əhlinin tövsiyə etdiyi şeylərdən ata üçün, elm əhlinin bir ata olan kəsə tövsiyə etdiyi şeylərdən biri odur ki, bəzi xüsusiyyətlər var ki, heç qətiyyən nə olmalıdır? Atada olmamalıdır. Ondan da o xüsusiyyətlər nə edir? Övladları ataya nifrət elətdirir. O xüsusiyyətlərdən də biri nədir? Atanın paxıl olması. Həqiqətən də övladlar paxıl atanı nə etmirlər? Sevmirlər. Və sonra İbn Qayyim rahimehullah burada mövzu ilə əlaqəli gözəl bir şeir zikr edir. Buyurur ki, insanın ən böyük eybidir paxıllığı. Örtər o eybi səxavətliliyi. Örtür səxavətli olmaq hər bir qüsuru, körlayır gənci oturub duran dostu. Bazardığın qədər az danışan ol. Bazardığın qədər az danışan ol. Az olar xətası az danışanın. Azalanda mal, mülk, dostlar da azalır. Səmalar da, yer də ona dar qalır. Bilməz olur baş verənləri, önündəkilər mi xeyirlidir, yoxsa geridəki. Sonra İbn Qayyim rahimehullah səxavətli olmaq haqqında danışmağa keçir. Səxavətli olmaq haqqında, necə səxavətliyin tərifi, səxavətli insan, səxavətli olmağın ona həm dünyasına, həm axirətinə verəcəyi faydalardan danışır və ona görə də mövzuya ən birinci nə ilə başlayır? Çünki səxavətli olmağın sədəqə verməklə nəyi var? Əlaqəsi var. Yəni insan səxavətlidir deyənə nədir? Ona görə sədəqə verir. Yəni bilin ki, paxıllıq sədəqə verməyin qarşısını alır. Paxıllıq şəxsiyyətin zəifliyindən irəli gəlir. Alçaq könlünün insanın şəxsiyyətin alçaq olmasından, insanın qorxaq olmasından irəli gələn bir xüsusiyyətdir paxıllıq. Çünki insan malından, mülkündən niyə vermir? Paxıl olduğu üçün vermir. Qorxduğu üçün paxıldır. Yəni azalar, məndən gedər. Onlar layiq deyirlər. Mən niyə onlara pul verim ki? Niyə onlara infaq eləyim ki? Niyə onlar üçün xərcləyim ki? Bu malı mən özüm qazanmışam, dədəmdən, babamdan sərvət olaraq qalıb. Buna daha layiq mənim aləmdir. Onlara niyə infaq eləyim, onlar üçün niyə xərcləyim ki? Bunlar hamısı nədir? Qorxudur. Alçaq könüllü olmaqdır. Şəxsiyyətin aşağı olmasıdır. Bu qorxu da onun məcbur eləməyə, paxıl olmağa. Amma səxavətli insan isə, sədəqə verən, onun şəxsiyyətinin yüksək olmasından irəli gəlir. Səxavətli insan ona görə də onu necə vəsf edirlər? Cömərd insan, qorxmaz insan. Yəni o malının azalmasından qorxmur. O adam yəqindir, bilir ki, mən verəcəm, Allah subhanahu wa ta'ala artıracaq. Amma paxıl insan isə qorxaqdır. O fikirləşir ki, mən verəcəm, mal azalacaq. Malın azalmağından qorxduğu üçün də paxıl olur. Paxıl olduğu nəticədə də həm Allahın gözündən, həm də məxluqatın gözündən düşmüş olur. İbn Qayyim rahimehullah burada səxavətli olmaqdan başlayır danışmağa. Birinci səxavətli olmağın tərifini verir və buyurur ki, həqiqətən də səxavətli olmağın tərifi belədir. Səxavətli olmağın tərifi belədir. Ehtiyac zamanı insanın özünə lazım olanı başqasına verməsi və onu öz layiq sahibinə gücü çatdığı qədər çatdırmasıdır. Bu, bəzi
elmi naqis olan insanların dediyi kimi mövcud olan hər şeyi verməkdir deyə anlaşılmamalıdır. Çünki bəzi insanlar burada İbn Qeym kimə işarə eləyir? O, şəriətin dediyi sufiliklə deyil də, sufilik nədir? Yəni əslində sufilik var xurafat sufilik, var da Əhlüsünnətin dediyi sufilik. Əhlüsünnətin dediyi sufilik nədir? İbadətdə ictihadlı olmaq, artıq ibadət etmək, ibadətdə çalışqan olmaq. Şəriətin dediyi, Əhlüsünnətin dediyi sufilik nədir? Budur. Zikirlərin sayını çoxaltmaq, nafilələrin sayını çoxaltmaq və daim təqva məsələlərini əldən verməmək. Bu şəriətin dediyi nədir? Sufilikdir. Və var da xurafat olan sufilik. Bu da bizim bildiyimiz sufilikdir ki, hansı ki orada şəriətin buyurmadığı duaları, zikirləri etmək, şəriətin demədiyi sayda etmək və hətta buna əlavə olaraq son zamanlarda çıxan xurafatçı sufilər, hansı ki hətta orta əsrlərdən də belə başlayıb övliyalara, şeyxlərə dua etmək və sufiliyə şirki, küfrü əlavə etmək. Həmin sufilikdə də bir çox şeylərdə azdıqları kimi səxavətlik məfhumunu başa düşməkdə də azmışlar. O da nədir? Səxavətlik onlara görə o idi ki, əlində, qolunda nə varsa hamısını vermək. Özvə heç nə saxlamamaq. Məhz ona görə də İbn Qeym deyir ki, səxavətli olmağın tərifi belədir. Ehtiyac zamanı insanın özünə lazım olanı başqasına verməsi və onu öz layiq sahibinə gücü çatdığı qədər çatdırmasıdır. Bu, bəzi elmi naqis olan insanların dediyi kimi mövcud olan hər şeyi verməkdir deyə anlaşılmamalıdır. Yəni, nəyin var hamısını verəsən, belə deyil. İbn Qeym deyir ki, əgər bu dedikləri doğru olsaydı, yəni həqiqətdə əgər səxavətlilik bu cürdürsə, yəni əlində nə var hamısını ver. Səxavətlilik bu cürsə əgər, əlində nə varsa hamısını ver. Əgər bu dedikləri doğru olsaydı, israf və səfehlik, boş yerə xərcləmə anlayışları aradan qalxardı. Yaxşı, onda əgər səxavətli əgər budursa ki, əlində nə var hamısını vermək, o zaman israf nədir onda? O zaman boş yerə xərcləmək nədir onda? İbn Qeym rahimehullah deyir. Halbuki Quran bu hərəkəti pisləmiş, sünnət isə onu ondan nə etmişdir? Çəkindirmişdir. Sonra İbn Qeym rahimehullah buyurur ki, səxavətli olmaq əgər ki təriflənən bir şeydirsə, o zaman kim onu layiqincə yerinə yetirirsə, cömert adlanır və tərifə layiq olur. Kim də səxavətli olmazsa, xəsis sayılar və qınağa da, pislənməyə də layiqdir. Və bu miqdarla kifayətlənək. Çünki müəllif rahimehullah səxavətli olmaq, səxavətliyin növləri, sonra müəllif rahimehullah keçir nədən danışmağa? Səxavətliyin növündən danışmağa, səxavətliyin keyfiyyəti, surəti, səxavətli insan, onun paxıl insandan fərqi və mövzu olduqca çoxdur. Videonun həcmini böyütməmək səbəbi ilə bu ilə kifayətlənək. Doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.